Bildiyiniz kimi 2026-cı ildən sonra gömrük rüsumlarında dəyişiklik aparılacaq. Söhbət artımdan gedir və ondan ola bilsin ki, sui-istifadə edən işbazlar, artıq bu artımı 2026-nı gözləmədən, yeni malların partiyası gəlmədən bunu həyata keçirdir. Yəni ola bilər ki, 1 ay müddətinə qalmış, köhnə, stokda mövcud olan malların qiymətini artım edir. Amma yenə də bu, nəqliyyat vasitəsinin əgər özünə tətbiq olunursa, bu heç bir cürə şamil oluna bilməz. Ola bilsin ki, bəzi ehtiyat hissələri marka və brenddən asılı olaraq istehsalçı tərəfindən artım olduqda bu öz əksini tapa bilər yerli bazarda. Yenə təkrar edirəm ki, ehtiyat hissələrinin artımı rüsumlardan asılı olaraq əgər dəyişməyibsə, bunu sadəcə sui-istifadə edərək, bazarda, işbazlar tətbiq edir ki, bu da ki, düşünürəm ki, müvəqqəti bir xarakter daşıyır.